Salam hər kəsə. Artıq Abşeron Xızı Regional Təhsil İdarəsi də kitabxanaçı, psixoloq, laborant vəzifələri üzrə sənəd qəbulu elan edibdir. Fevralın 19-undan sənəd qəbulu başlanılıb. Sadəcə olaraq linkdə bəzi problemlər var idi. Qeydiyyatdan keçmək olmurdu deyə mən də elə indi video çəkirəm bununla bağlı. Özləri də yenidən linki belə deyim yerləşdiriblər ki, kimlər ki keçə bilməyib, kimlər ki problem yaşayıb linklə əlaqədar yenidən qeydiyyatdan keçsinlər. ayın 19-dan hesablanacaq. Burada da qeyd olunubdur. Martın 10-na qədər baxın qeyd olunub. Martın 10-na qədər vaxtınız var. Qeydiyyatdan keçəcəksiniz. Linkə daxil olduqda sizə belə bir səhifə qarşılayacaq. Burada soyadınızı, adınızı, ata adınızı, vəsiqənizdəki fin kodu, ya faktiki, yəni hal-hazırda harda yaşayırsınızsa onun ünvanını, təhsilinizi, əgər kolleci bitirmisinizsə orta ixtisas, 11-ci sinifi bitirmisinizsə ümumi orta, əgər bakalavr, magistr bitirmisinizsə ailəni seçərsiniz. Daha sonra bitirdiyiniz, yəni ən axırıncı təhsil müəssisəsi bitirdiyiniz təhsil hansısa orada müəssisənin adını qeyd edirsiniz. Bu hissədə isə ixtisasınızı qeyd edirsiniz. Əgər ixtisasınıza dair işləmisinizsə, yəni kitabxanaçılığa dair buradan vəzifəni seçəcəksiniz. Daha sonra da yəni bu vəzifə üzrə iş təcrübəniz varsa, həmin təcrübəni seçəcəksiniz. Əgər yoxdursa, yoxduru qeyd edirsiniz. Daha sonra isə diplomun sürətini PDF formada bura əlavə edirsiniz. Telefon nömrənizin operator kodunu 050-dir, 070-dir, 055-dir onu seçib və burada da nömrənizi qeyd edib göndər sözünü vurmaqla artıq siz sənəd qəbulunu göndərmiş hesab olunacaqsınız. Belə burada da qeyd olunub vəzifə proqramları haqqında məlumat var. Burada bu linkə daxil olub vəzifə proqramlarına baxa bilərsiniz. Kitabxanaçılıq üzrə nəyi bilməlisiniz və yaxud da ki, burada var psixoloq, laborant və s. Yəni bunları bilmək lazımdır. Kitabxana işinə dair demək olar ki, bütün mövzular haqqında məlumatınız olmalıdır. Hər bir mövzudan testlər tərtib oluna bilər. Hər kəsə uğurlar.